yoxdur. Bir də baxın, bir dənə söz demişəm, hamı fərqli şeylər yazıb. Mən uşağımı oyadıram. Tak. Aha, okey, хорошо. Baxın, çox fərqli. Bəli, artıq кто это написал? Minutku. Aygün xanım da, naverное, deyir ki, разбужу olmayacaq, bilirəm. Birinci ilə cavab sizdən gəldi. Gəlin ona baxaq. Ya разбужу старшего сына в школу olacaqdır orada. Ola bilsin ki, bu mexaniki səhvdir. Разбужу niyə bura uyğun deyil? Bəli, özünüz hiss eləmişsiniz ki, uyğun deyil. Çünki разбужу gələcək zamanda oyadacam deməkdir. Amma ən yaxın cavab eləsində siz də yazmısınız. Bujу, oyadıram deyiriksə bujу. Budit, разбудить feil. Budit davam edici tərzdədir. Разбудить bitmiş tərzdədir. Bayaq da kimsə məndən məsləhət alırdı ki, hansı mövzulara öyrənim rus dilində qrammatikadan əsas mövzular. Görürsünüz, bu da onlardan biridir. Davam edici və bitmiş tərz. Sırası birinci səhv elə o mövzuya aid oldu. Ona görə bu mövzunu mütləq öyrənmək lazımdır. Yəni, bujу oyadıram deməkdir. İndiki zamanda onu istifadə edə bilərik. Amma разбудить feilini indiki zamanda istifadə edə bilmərik. Çünki o bitmiş tərzdədir. Onu ya keçmiş zamanda istifadə edə bilərik, yaxud da ki, gələcək zamanda. Aygün xanım, zəhmət olmasa, indi bu cümləni düz formada yazın ki, sizin yadınızda qalsın. Ya bujу старшего сына, a olacaq axırı, v şkolu. Düz formada yazın ki, səhvlər yadınızda qalmasın. Yəni, səhv olaraq yadınızda qalmasın. Я просыпаю детей. Нет, вот bu səhvi də çox adam eləyir. Baxın, просыпаться oyanmaq deməkdir. Çox adam düşünür ki, orada axırdan sə yığışdırsam, artıq digərinə yönəltmiş olacaq mənim hərəkətim. Yox, elə deyil. Bu hər feil üçün keçərli deyil. Bəli, bu axırı sə olan özümüzə qarşıdır. Bəli. Və bəzi feillərdə var ki, например, купать, купаться. Купать çimizdirməkdir kimisə. Kupatsa yazılır da, yəni kupatsa deyirik. O özümüzə aiddir, çimmək deməkdir. Amma prasıpat deyə bir feil yoxdur. Ancaq prasıpatsa forması var və bu oyanmaq deməkdir.